Salam dostlar. Bugün sizə YouTube abunə hiləsi edərək hesablarımıza necə gerçək abunəçi göndərə bilərik, bu haqda məlumat vermək istəyirəm. Hər biri gerçək abunəçilərdir, bot abunəçilər deyil. Qətiyyən bu haqda narahatçılığınız olmasın. Çünki bot abunəçilər hesabınıza bilirəm ki, zərər verə bilər. Bunu hər kəs bilir. Amma mən sizə bot abunəçi yöntəmini ümumiyyətcə heç bir videomda göstərmirəm. Hər zaman gerçək abunəçi yöntəmini, gerçək bəyəni və izlənmə yöntəmini göstərməyə çalışmışam. Bu videoda da yeni yöntəmi sizlərə göstərəcəm. Videonu sona qədər izləyin. Sözü çox uzatmayacağım dostlar. Məlumatınız olsun. Heç bir şifrə daxil etməyəcəksiniz. Heç bir proqram köçürməyə də ehtiyac yoxdur. Sadəcə YouTube kanal adınızı daxil edəcəksiniz. İstədiyiniz qədər gerçək Azərbaycanlı abunəçiləri əldə edəcəksiniz. İndi isə gəlin dostlar, YouTube hesabınıza gəlirsiniz. YouTube hesabınıza gəldikdən sonra YouTube istifadəçisi, daha doğrusu kanal linkinizi kopyalayırsınız. Baxın, buradan YouTube kanal linkimizi kopyaladıq. Kopyaladıktan sonra dostlar Google'a gelirsiniz, takipçi.com yazırsınız. Çıxan ilk yaşıl logolu saytdır. Bu sayta daxil oldunuz. Buradan aşağıya doğru düşürsünüz. En aşağıda yaşıl renkte bütün hileler bölümü var. Burada daxil oldunuz, tıkladınız. Buradan YouTube paketleri, buradan ise YouTube abone paketine daxil oldunuz. Az önce YouTube kanalımızın linkini kopyalamıştık. Buraya YouTube kanalımızın linkini yapıştırdık. Miqdarı seçirsiniz. Günlük olarak 500 abunəçi göndərə bilərsiniz. Məlumatınız olsun, bundan yüksək göndərə bilməzsiniz. Əgər limitsiz istəyirsinizsə, ana səhifəyə qayıdıb YouTube paketlərindən istədiyiniz qədər abunəçi əldə edə bilərsiniz. 500 abunəsini seçdim. Azərbaycanlı abunəsi olduğu üçün Azərbaycanlı serveri seçməyə diqqət edin. Seçsiz, göndər düyməsinə basaraq istədiyiniz qədər YouTube abunə hiləsi edə bilərsiniz. Sayt Azərbaycanda 5 ildir rəsmi olaraq fəaliyyət göstərir. Sizlərə də tövsiyə edirəm.